Suqovuşan su anbarında Prezident Kuboku 2026 beynəlxalq reqatasının təşkili münasibətilə açılış mərasimi keçirilib. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov iştirak edib. Nazir çıxış edərək qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. Bildirib ki, avar çəkənlər bir nəfərlik kayak və kanoe qayıqları ilə 200 metr məsafədə qüvvələrini sınayırlar. Tədbir çərçivəsində Suqovuşan su anbarında su şousu da nümayiş etdirilib. Yerli sakinlərin böyük marağına səbəb olan şou, böyük qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıdan əhalidə yüksək əhval-ruhiyyə yaradıb. Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən reqatada Azərbaycanla yanaşı Çexiya, Gürcüstan, Almaniya, Yunanistan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparır. Yarışın növbəti mərhələləri Mingəçevir şəhərində keçiriləcək. Reqataya mayın 1-də Mingəçevir şəhərində yekun vurulacaq və qaliblər müəyyənləşəcək.